Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Bir müddət öncə La Roche-Posay'ın kremlərini aldım, yoxlamaq istəyirdim. Bunları çoxdandır ki, çünki çox-çox təriflənən kremlər idi. Bunlar ikisi set şəklində gəlirlər. Mən də o şəkildə aldım, çünki tək alanda da eyni qiymətə düşürdü, həm də endirimdəykən aldım. Bu bədən yumaq gelidir, hələ ki istifadə eləməmişəm. Digəri isə nəmləndirici kremdir, bütün blogerlərin təriflədiyi o krem. Amma sadəcə bir gün istifadə eləyə bildim. Niyə? Çünki çox-çox yağlı kremdir. Mənim üzümdə çox yağlı olduğu üçün, yəni bir gündə belə üzümdə səpgələr əmələ gətirdi və yəni istifadə eləməyi dayandırdım və bacıma istifadə eləmək üçün məsləhət gördüm. Yəni ona verdim qısacası. O da istifadə elədi. Sadəcə adi bir nəmləndirici krem olduğunu dedi. Yəni çox da möhtəşəm bir şey olmadığını fikirləşdiyini dedi. İndi isə gələk əsas məsələmizə. Bu isə sızanaqlar, yəni pişik dediyimiz şeyləri qurutmaq üçün olan bir şeydir. Və bunu o qədər tərifləmişdilər və yorumlara güvənərək aldım. Amma mən bu kremi nə qədər pisləsəm düşünürəm ki, o qədər azdır. Çünki əgər bir dənə sızanağım var idisə, axşam onun üzərinə vururdum və səhər duranda görürdüm ki, artıq 3-4 dənə üzümdə sızanaq var və üzümü o qədər bərbad günə qoydu. Şəklini də qoyacam bura. Pulum boşa getdi deyə bilərəm. Yəni bəlkə də başqasında işə yaraya bilər, amma məndə çox bərbad nəticə göstərdi. Hələlik bu qədər. Kanala dəstək olmağı, bəyənməyi, abunə olmağı unutmayın.